Hacıqabulda ilk dəfə bugün 17-sində il axır çərşənbədə quşçuluq festivalı keçirildi. Təşkilatçı icra hakimiyyətidir, bir də quşçuluq şirkəti idi. Mən çox sevindim ki, bizim rayonumuzda belə bir festival təşkil olunub. Ab-hava çox əla idi. Baxmayaraq ki, mən gedəndə yenicə başlamışdı, amma insanlar axın eləyirdi. Məktəblərin əl işləri vardı, peşə təmayüllü siniflərin əl işləri vardı. Mən ən çox bəyəndiyim isə peşə təmayüllü siniflərin əl işləri idi. Özü də görəcəksiniz, onlar hamısını orada. Sonra mən burada öz həmkarlarımı gördüm, keçmiş həmkarlarımı gördüm, şagirdlərimi gördüm. Şagirdlərim artıq böyümüşdülər. Əlbəttə ki, görüm mən neçə ildir işdən çıxmışam da, yəni. Göy otların üstündə qəşəng xalçalar qoymuşdular, sonra belə puflar qoymuşdular, insanlar oturmuşdu üstündə. Çox ləzzət elədi də, yəni. Biz ab-hava necə idi? Çox qəşəng idi. Yəni yazın gəldiyini hiss eləyirdik. Baxın burada gör necə qəşəng əl işləri. Bu isə bu uşağın ixtirasıdır. Mən qızımın sinif yoldaşı olub əvvəl. 10 saylı məktəbin, ümumiyyətlə 10 nömrəli məktəbin uşaqların əl işləri bir fərqli idi. Yəni orada daha məncə istedadlı uşaqlar oxuyurmu, ya indi onların əl işləri daha çox önə çıxarılır. Məsələn, bunu da çox bəyəndim mən. Çox kreativ idi. Sonra isə Bakıda müğənnilər gələcəkdi. Mən o vaxta qalmadım artıq. Sadəcə dedim sizin gedə bilməyən izləyicilərim üçün çəkiyim, göstəririm. Rayonumuzda ilk dəfə də festival olur. Bu kofe deməli maşını isə burada olmağı çox əla idi. Biraz vaxtım olsaydı çox məmnuniyyətlə dadına baxardım oradakı kofelerin. Mən ən çox sevdiyim amerikanodur. Burada isə quşçuluq məmulatları satılırdı. Novruza aid görəcəksiniz qarşıda deməli Novruza aid deməli qoz fındı filan belə şeylər satılırdı, səmənlər satılırdı, kənd məhsulları satılırdı. Pomidorun qiymətini burada təəssüf ki görə bilmədim, yoxsa sizin üçün çəkərdim. Bayağı bir burada alıcıları vardı. Belə qiymətlər məncə münasib idi, nə insanlar alırdılar da, yəni. Bu yəqin ki kənd təsərrüfatına aid bir şeylərdir. Başım çıxmadı nədir orada. Bu stendi çox bəyəndim. Yəni qəşəng çəkmişlər, hazırlamışlar. Burada isə pulsuz çay ikram olunurdu qonaqlara. Samovar çayı özdə. Orada isə mahnı qoşmuşlar, uşaqlar oynayırdılar. İzlədiyiniz üçün təşəkkür edirəm.